5 iyul coğrafyadan şans imtahanının izahına baxırıq. Birinci sual. İqlim diaqramlarının aid olduğu məntəqələrin yerləşdiyi inzibati ərazilər üçün hansı fikir doğru deyil? Burada 1402 Lənkəran, 247 Bakı və yaxud da Kür-Araz ovalığı, 1036 Zaqatala, 571 Quba. Bizə deyir ki, doğru deyil. Ərazilər üçün hansı fikir doğru deyil? Deməli, 1 və 4. 1 və 4-ü verib, Lənkəran, bir də Qubanı verib. Meşə landşaftı formalaşmışdır. Bəli, formalaşmışdır. 1 və 3. Mülayim isti iqlim tipi yayılıbdır. Lənkəranda, bir də Zaqatalada. Bəli, mülayim isti iqlimdir. Lənkəranda yayı quraq keçən mülayim isti iqlim, Zaqatalada qışı quraq keçən mülayim isti iqlim. Diaqramlardan görsənir. Deməli, bu da doğru fikirdir. Xəzər dənizdən çıxışı var 1-dən 2-nin, Lənkəranın, bir də Bakının, bəli, Xəzər dənizdən çıxışı var. Bunu da çıxırıq, doğru olmayan götürməliyik. 2-4 filiz və qazıntı yataqları var. 2-4 Bakıda filiz yoxdur, 4 Qubadır, filiz yoxdur. Bu fikir yanlış fikirdir. Qafqaz ləvləsinə aid olan xalqlar yaşayır 3 və 4-də. 3 və 4. 3 Zaqatala, Bakıda, xeyr, 4 Quba, düzdür. Zaqatala və Quba Rusiyaya yaxındır. Qafqazda yerləşir. Avarlar, udinlər, ləzgilər kimi xalqlar yaşayır. 3 və 4 də düzgün fikirdir. Növbəti suala baxırıq. Deməli, burada cavab D variantı idi, doğru olmayan. 32-ci sual. Doğru sıraları müəyyən edin. Deməli, cərəyanlar verib, suyun temperaturu verib, təsir etdiyi ərazi verib. Alyaska isti cərəyanı Alüd adalarına təsir göstərir. Deməli, burada Alyaska istidir, Alüd adalarına təsir göstərir. Bəli, Alyaska yarımadasına və Alüd adalarına təsiri var. Bir doğru fikirdir. Mozambik soyuq cərəyanı deyil, isti cərəyandır. Peru soyuq cərəyanı Atakama səhrasının təsiri göstərir. Doğru fikirdir. Şimali Atlantik istidir. İrland adasının təsiri göstərir. Doğru fikirdir. Holstream istidir. Braziliya deyil. Atlantik sahili ovalığa təsir göstərir. Bu səhvdir. Somali soyuqdur. Şri-Lanka adası yox, Somali yarımadasının təsir göstərir. Olsaydı, misal üçün, Sokotra adası, o da doğru ola bilərdi. Bu da səhvdir. 1, 3, 4, cavab Y variantı. Növbəti. 33. Laçın, Şərur, Qəbələ, İnzibat rayonları üçün ümumi xüsusiyyətləri müəyyən edin. Deməli, ərazilərindən yeraltı sularla qidalanılan çaylar axır. Deməli, Qəbələdə, Şərurda, Laçında bu ümumi cəhət ola bilər. Bəli, bunu saxlayıq yadda. Filiz federal qazıntı yataqlara rast gəlinir. Qəbələdə filizə rast gəlinmir. Bunu çıxırıq. Filiz dedik, bunu iki ölkə ilə həmsərhəddirlər. Qəbələ, misal üçün, Rusiya ilə bir ölkə ilə həmsərhəddir. Bu da doğru deyil. 2-3-ü çıxsaq, hər bir yerdən 2-3 gedirsə, cavab A variantı qalır. Yenə baxaq. Yeraltı sular var. Bütün çaylara demək olar ki, yeraltı sular var. Bir düzdür. Ərazilərində soyuq iqlim tipi yayılmışdır. Soyuq. Laçında, Şərurda yayı quraq keçən soyuq. Laçında qışı quraq keçən soyuq. Qəbələdə qışı quraq keçən soyuq və ya bol rütubətli, il boyu bol rütubətli soyuq iqlim tipi yayıla bilər. Ərazilər bunu dedik, 4 düzdür. Yerləşdiyi iqtisadi rayonlarda yay otlaqları mövcuddur. Bəli, dağlıq ərazilərdir deyə yay otlaqları var, dağ çəmən landşaftı var deyə. 5. Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşirlər. Qəbələ yerləşmir, misal üçün, burada bunu çıxırıq. 1, 4, 5 A variantı. Növbəti. Ölkə əhalisinin 25%-i az sayılı xalqlar, 4,5 milyon nəfərini isə əsas xalq təşkil edir. Deməli, biz ölkə əhalisini 100% kimi götürürük. Onun 25%-ni, deməli, az sayılı xalqlar 4,5-ni isə, yəni 75%-ni isə əsas xalq kimi götürəcək. Belədirsə, o zaman, deməli, 4,5 milyonu 75% kimi götürək, 100%-i də x götürək burada. Tapaq, əhali ümumi nə qədərdir? Burada, deməli, 100% tapırıq ki, 6 milyon nəfərdir. 6 milyon nəfər, deməli, 100% 6 milyon nəfərdirsə, 4,6 milyon nəfərdir. 4,5-i 75%-dir, 25%-i də 1,5 milyon nəfərdir. Ölkənin ümumi sahəsinin 120 min kvadrat kilometr olduğunu bilərək, əhalinin orta sıxlığını hesablayın. Deməli, əhali deyirsə, ümumi əhalidən söhbət gedir. Yəni, biz 6 milyon
nəfəri, ümumi əhalini bölməliyik biz nəyə? 120 min kilometr kvadrata bölməliyik. Deməli, bu da edəcək 50 nəfər. Hər kvadrat kilometrə 50 nəfər düşəcək. 6 milyonu böldük biz 120 min kvadrat kilometrə. Tapdıq 50 nəfər hər kvadrat kilometrə düşdüyünü. Növbəti suala baxırıq. 35 sıxı məsələn ABC məntəqələrinin yerləşdiyi müvafiq saat qurşaqlarını və A məntəqəsi ilə C arasında qurşaq vaxt fərqini hesablayın. ABC-nin müvafiq saat qurşaqları A 35 qərb uzunluğudur. Burada 15-ə bölünmə məsələsinə görə 2 dəfə tam bölünür. 7,5-dən qalıq orada 5 qalır. 7,5-dən kiçikdir deyə üzərinə 1 gəlinmir. 2-dir. Və qərb yarımkürəsi olduğuna görə 24-dən çıxırıq biz 2-ni eləyir 22. 22. Baxaq görək harda var. 22 B və D-də var. Deməli, B-yə baxırıq. B 40-dır, 40 şərq uzunluğudur. 2-yə 15-ə bölünür 2 dəfə, 10 qalıq qalır, 7,5-dən böyükdür deyə üzərinə gəlirik, edir 3. 3-cü saat qurşağı şərq uzunluğudur deyə 3-cü saat qurşağı qalır yerində. 3. Cavab D variantı uyğun gəlir. C 75, 75 15-ə bölürük 5. 5 burada var. Bizdən A və C ilə A məntəqəsi ilə C arasında qurşaq vaxt fərqini soruşur. Burada 2, burada da 5, yəni 24-dən bu tərəfə 5 saat var, 24-dən bu tərəfə 2 saat var, belə götürək də. Toplansa 7 saat edəcək. D variantında var, qurşaq vaxt fərqi 7 saatdır. Buradan 5, buradan da 2 saat, 7 saat. Cavab D variantı. 36. Verilmiş xüsusiyyətlərin aid olduğu ölkələri müəyyən edin. Okean və dənizə birbaşa çıxışı var. Qeyri-istehsal sahələr, yəni xidmət sahələri üstünlük təşkil edir. Südlü ətli heyvanlar inkişaf etmişdir. Bu, nisbətən inkişaf etmiş bir ölkə olmalıdır. Okean və dənizə çıxışı varsa Fransadır, İsveçrənin çıxışı yoxdur. Nigeriya qeyri-istehsal sahələri üstün təşkil edə bilməz orada. Avstriyanın çıxışı yoxdur. Danimarka olar, Almaniya olar. İnkişaf etmiş ölkələr 1, 5, 6. Cavab B variantı. 37. Elektrik enerjisi istehsalında seslərin rolunun çox olduğu ölkələr hansılardır? Norveçdə biz 938 su elektrik stansiyası var, hidroenerji potensialı da yüksəkdir. Yəni ehtiyatlar var. Braziliyada deməli olar, məsələn çaylar çoxdur Braziliyada. Parana çayının demək olar ki 20% enerjisindən istifadə edirdi Braziliya. Kanadada da olar. Çünki Liviya olmaz. İsti quraq yeri, Küveyt olmaz, Türkmənistan olmaz. Bunlar çıxsa tapılacaq cavab. Onsuz. Yenə də baxaq. 1, 3, 6-nı çıxsaq. 1, 3, 3, 3 getdi. 2, 4, 5. Norveç, Braziliya, Kanada. Doğrudur. 38. Doğru fikirləri müəyyən edin. Atlas dağlarında yerləşən bütün ölkələr respublika idarə etmə formasına malikdir. Atlas dağlarında, belə deyimsə, misal üçün Mərakeş, Əlcəzair, Tunis. Bu 3 ölkə Atlas dağlarına düşür. Mərakeş, misal üçün, bu ölkələr içərisində monarxiyadır, konstitusiyalı monarxiyadır. Ona görə də doğru fikirləri soruşur. Bütün ölkələr deyil, sadəcə Mərakeşdir, biri çıxarıq. İndoneziya və Türkiyə G20-yə daxil olan ölkələrdir, bu doğru fikirdir. Böyük 20-liyə aiddirlər. Verxoyanski və Ural dağları ölkələr arasında təbii sərhəd rolu oynayır. Verxoyansk və Ural dağları ölkələr arasında. Verxoyansk da, Ural dağları da Rusiyada yerləşir. Bu təbii sərhəd rolu oynaya bilməz hansısa bir ölkə arasında. Braziliya dövləti Peru və Venezuela dövləti ilə həmsərhəddir. Braziliya, Peru və Venezuela həmsərhəddir. Demək olar ki, Braziliya bir çox ölkə ilə orada sərhəddir. Çilidən başqa, Ekvadordan başqa, Çili, Ekvadordan başqa demək olar ki, bütün ölkələrlə sərhəddir. Bu doğru fikirdir. Vyetnam Benqal körfəzi sahilində yerləşir. Vyetnam tam Cənub Çin dənizi sahilində yerləşir, şərqdə, yəni Hind-Çin yarımadasının şərqində yerləşir. Bu səhv fikirdir. KXDR, Laos sosialist ölkələrdir. Əlbəttə, 5 sosialist ölkədən ikisidir bunlar. 2, 4, 6 A variantında var doğru fikirlər. 38, 39. Xəritə sıxında verilən məntiqələrin yerləşdiyi ərazilərə aid olan xüsusiyyətləri müəyyən edin. Burada düzən meşə landşaftı yayılıb 1-də, bəli, 2012-ci ildə qurulub bu. Samur Yalama Milli Parkıdır, düzən meşə landşaftı qorunur.
2 gətirmə konusunda yayılmışdır. 2 təbii ki, çünki Dağlıq Əyriçay vadisi də ən çox respublikada gətirmə konuslarının yayıldığı, yelpikvari dərələrin yayıldığı ərazidir. Bu da doğru fikirdir. Bizdən aid olanları soruşur. 1, 2. Ağgöl Milli Parkı yerləşir 3-də. 3 xeyr. 3-də 3 düşür. Deməli, Muğan düzü Salyan düzünə düşür. Ağgöl Milli Parkı burada yerləşməlidir. Ona görə olmaz, 3 səhvdir. Vulkanik suxurlar geniş yayılmışdır. Vulkanik suxurlar ən çox Kiçik Qafqazda, Talış dağlarında, Naxçıvanda yayılır. 4-də amma vulkanik suxur yayıla bilməz. Burada Neogen dövrünün çöküntüləri var. 4 olmaz. Tektonik qalxma zonasında yerləşir 5. Bəli, bu düşür Günüt Qapçıq əraziyə, Zəngəzur dağlarına, Sıra dağlarına düşür və Kiçik Qafqaz deməli, Kiçik Qafqaz qalxmasına aiddir bu hissə. Bu hissələr Kiçik Qafqaz qalxmasına aiddir. Deməli, 5 düzdür. Düz günəş radiasiyası illik kəmiyyəti azdır 6-da. Düz günəş radiasiyası illik kəmiyyəti çoxdur. Çünki düzən ərazidir, bulutsuz ərazidir, ona görə çoxdur. 6-da səhvdir. 1, 2, 5, 1, 2, 5 D variantında var. Doğru olanları soruşurdu. Uyğunluğu müəyyən edin. Litosfetaların ayrılma sərhədi divergenti soruşur. Bir də toqquşma sərhədini soruşur bizdən. Orta okean silsilələri bu divergentdədir. Misal üçün 1 və 2-yə baxırıq. 1-də 1 götürüləcək A. Sipərlər və faylı dağlar yerləşir. Sipər faylı dağ nə toqquşma, nə də ayrılma sərhədi ola bilər. Bunlar platformadır. Qırışıq dağlar toqquşma sərhədində formalaşa bilər. 2-yə biz C-ni götürə bilərik. Rift dərələri divergentdədir, D-ni götürəcəyik. Dərin sulu okean novları subduksiya zonası, toqquşma zonasıdır. 2-yə də Y-ni götürəcəyik. Deməli, 1-ə AD, 2-yə CY. Cavab Y variantına uyğun gəlir. 41. Uyğunluğu müəyyən edin. Fiziki coğrafi rayonlar, Şərir Ordubad, Arazboyu, Zaqatala, Lahıc. Qışın mülayim keçən yarım sahələ quru çöl. Qışın mülayim keçən deyirsə, Arazboyunu biz götürməliyik. 2-yə A gedəcək. Yayı quraq keçən mülayim isti iqlim, Naxçıvanda ümumiyyətlə mülayim isti iqlim yoxdur. Yayı quraq keçən Lənkəran Astara zonasında əsasən var. Böyük Qafqazın cənub-şərq yamacında var, Kiçik Qafqazın cənub-şərq yamacında Füzuli tərəfdə var, amma Zaqatala, Lahıcda yoxdur. Ona görə B çıxılacaq. Qışı soyuq keçən yarım səhra quru çöl. Qışı soyuq keçən yarım səhra quru çöl bu düşəcək, Şərir Ordubada düşəcək. 2 rəqəmidir. Orta məktəb dərsliyində 10-cu sinifdə verilib bu. Deməli, bütün fəslər bol yağıntılı soyuq. Zaqatala düşə bilər 8 rəqəmi verilib orta məktəb dərsliyində. Deməli, Bənövşə ilə göstərilib D. Bu da düzdür. Yağıntılar bərabər mülayim isti iqlim 5 rəqəmi ilə verilib o. Bu da Zaqatala, Lahıca aid ola bilər. Çünki yağıntılı ərazidir, Böyük Qafqazın cənub yamaclarıdır. Ona görə də aiddir. Həm soyuq, həm il boyu bol rütubətli soyuq, həm də yağıntıları bərabər paylanan mülayim isti iqlim. 1-ə C, 2-yə A, 3-ə D, Y cavab A variantına uyğun gəlir. 42. Kəsmə hündürlüyün 10 metrə bərabər olduğu nəzərə alaraq təpənin nisbi hündürlüyünü hesablayın. Deməli, baxırıq. 41-dir ən hündür, mütləq hündürlük burada. 41-dən kiçik ona bölünən ən yaxın, 41-ə ən yaxın ədəd rəqəm burada 40-dır. 40-ı götürür, daxili xoricində 40-dır burada. 40, sonra 30, 20, 10, nəyi soruşur? Nisbi hündürlüyü soruşur. 41-dən çıxarıq biz 10-u. 31 cavab B variantı edəcək. Növbəti sual. Uyğunluğu müəyyən edin. Təbii zonalar, savanna və seyrək meşələr, tayqa, codyarbalı, həmişəyaşıl, meşə və kolluqlar. Baxaq. Savanna və seyrək meşə ancaq şimal yarımkürəsində rast gəlinir. Tayqadır, cənubda çünki yoxdur tayqa. Yeniyarpaqlı meşələr yoxdur, mülayimdədir. 2 anı götürsək, subekvator iqlim qurşağına yayılmış savanna və seyrək meşələrdir bu. Mövsümi dəyişkənlik müşahidə olunmur. Yəni ki, fəsil dəyişkənliyi müşahidə olunmur. Savanna və seyrək meşə mövsümi dəyişkənlik, məsələn, savanna və seyrək meşədə yay və ya qış fəsli olur öz yerində. Bu qalır hələ ki, bunu saxlayaq. İl boyu quraq olur, il boyu quraq bunların heç biri. Aralıq dəniz sahillərindən geniş yayılıbdır. Bu codyarpaqlı meşələrdir. Mövsümi dəyişkənliyi saxlayaq demişdik. Deməli, 1-ə B, 2-yə A, 3-ə Y. 1-ə B, 2-yə A, 3-ə Y. C variantında var. 1-ə B, 2-yə
A, 3-ə, Y başqa variantların heç birində yoxdur. Deməli, mövsümi dəyişkənlik. Burada müşahidə olunmur deyir. Olunmur deyirsə əgər, yəni 2 fəsil istər-istəməz var. Tayqada misal üçün 4 fəsil var və yaxud da codyarpaqlı meşələr düşür, subtropikdə 4 fəsil var. Tayqa mülayimə düşür 4 fəsil var. Savanna və seyrək meşə, subekvatorialda 2 fəsil var, yay-qış. Yəni istər-istəməz müşahidə olunur. Yəni C-ni çıxacağıq buradan. Cavab C variantı. 44. İl boyu nisbi rütubətliyin daha aşağı olduğu məntəqələri xəritə sxemasında müəyyən edin. Nisbi rütubətliyin daha aşağı olduğu məntəqələr. Tamam. Quraq yerləri soruşur bizdən. Atakama səhrasıdır, böyük səhradır. Sonra daha başqa hansı var? Burada misal üçün görünür ki, Turan ovalığı var. Turan ovalığı. Qızılqum, Qaraqum səhraları var Xəzər dənizinin sahilində. 3, demək 1-3-5, 1-3-5 B variantında var. Nisbi və aşağı olduğu yerlər qısaca səhralardır. Səhra bir yarım səhra landşaftıdır. Eyler-Bend diaqramına əsasən uyğun dağları müəyyən edin. Baxaq, 1-ə AC verib, 2-yə BY verib. Deməli, götürək hələ. 1-də Atlas dağını götürsək, Atlas dağı AC, Paleozoy yaşlı dağdır, bu səhv olacaq. Atlas çünki cavan dağdır, alt qırışıqlıqdır. Kaynozoy yaşlıdır. 1-ə Ural götürənməli, yenə də bu qədimdir, Skandinaviya qədimdir. Tələsməyək. Atlas cavandır. Ural qədimdirsə saxlayırıq yadda. Deməli, Ural, AC, Paleozoy yaşlıdır, hersinə sizdən düşür. Kaldun hersin götürmək olar. Deməli, sonra C nədir? Aid olduğu materikin şərqində yerləşir. Ural materikin demək olar ki, orta hissəsində yerləşir. Avropa ilə Asiyanı ayırır. Bu səhv fikirdir. Skandinaviyanı versə, aid olduğu materikin şərqində yox, materikin qərbində yerləşir. Bu da səhv fikirdir. Deməli, Kordilyerə baxaq. 1-də Paleozoy yaşlı dağdır. Kordilyer əsasən Mezozoy yaşlıdır. Orta qırışıqlıq vilayətidir. Mezozoyda formalaşıb, qərbi isə Kaynozoyda yenidən fəallaşıbdır. Deməli, bu da olmayacaq. Apalaç Paleozoy yaşlıdır, düzgündür. Kaldon hersinə düşür, qırışıqlığına. Aid olduğu materikin şərqindədir. Düzdür, Apalaç daş kömür ehtiyatı burada çoxdur. Amerikanın şərqindədir. Şimal Amerika materikinin şərqindədir. Düzgündür. 2-yə Alpı verib bizə BY. Kaynozoyda yaranıb düzdür. Alp qırışıqlığına düşür. Y hansıdır? Daimi qara xəttinə malikdir. Düzdür. 4807-ni götürmək olar. Mont Blanc. Zirvəsi 3900-4000-dən yuxarıdır. Daimi qara xətti formalaşmışdır. DF bəs nədir? İnkişaf etmiş ölkələr arasında yerləşir. Düzdür. Apalaç ABŞ-dadır. Alpdakı düşür, misal üçün İsveçrəyə, Avstriyaya və yaxud da ki, İtaliya, Fransanın bir hissəsinə, Almaniyanın cənubu düşə bilər. İnkişaf etmişdir hamısı. F. Şimal yarımkürəsində yerləşir. Bəli. Bunlar hər ikisi şimal yarımkürəsində yerləşir. Cavab D variantı. 46. Sxemi tamamlayın. Burada dəmir filizi hasilatı, neft-qaz hasilatı verilib bizə. Deməli, baxırıq. Asiyanı götürsək əgər, dəmir filizi hasilatı var, neft-qaz hasilatı da var. Çini götürsək, yəni bu əgər Asiyadırsa B Çin olmalıdır. Ola bilər. Gəl fikirləşə. Baxın, Liviyada biz çünki dəmir filizi hasilatı deməmişik. Belə bir şey yoxdur. Çində ola bilər, çünki onun platforma hissələri də var. Dəmir filizi ola bilər. Və yaxud da Niderlandda dəmir filizi ola bilməz. Qaz ola bilər, amma dəmir filizi ola bilməz. Və yaxud da Uruqvayda misal üçün heç bir bu yataqların heç birini deməmişik, amma olsa da neft-qaz ola bilər, çünki ovalığa düşür əsasən, Lapat ovalığına düşür. Dəmir filizi ola bilməz. ABŞ-da var, çünki ərazisi geniş ölkədir, ona görə də hər cür ehtiyat var. Şimali Amerikada bəli, yerləşir. Deməli, 1 və 5-i götürə bilərik biz burada. Çünki əraziləri, Kanadanın da versə götürmək olardı. Çünki əraziləri geniş olan, böyük olan ölkələrdə hər cür təbii ehtiyatlara rast gəlmək olur demək olar ki. 1 və 5. Cavab C variantı. Növbəti. Dağ kəsrəvi bitkilərin geniş yayıldığı ərazilər, bunlar belə deyək də, Talış və Naxçıvanı biz götürməliyik. Oxşar cəhəti Azuman landşaftda Talış və Naxçıvan dağlarının oxşar cəhəti dağ kəsrəvi bitkilərinin olması idi. Deməli, Talışda inversiya məsələsi var idi. Yüksək dalğa qalxdıqca temperatur istiləşirdi, dağ kəsrəvi kolluqlar yaranırdı meşədən sonra. Naxçıvan kontinental yerdir, quraq yerdir.
Orada daha kəsərli biliklər olacaq. 3-5B variantı. Uyğunluğu müəyyən edin. Dəniz hava dəmir yolu beynəlxalq yüklərin çox hissəsini daşıyır. Bu dənizi biz götürməliyik. Çünki ən çox yük daşınmada birinci yerdə idi. Yük daşımada payına görə birinci yerdə idi. Qitələr arası sərnişin daşımalarına birincidir. Sərnişindirsə, qitələr arasıdırsa havadır bu. Deməli, Qərbi Avropa və Şimali Amerika ölkələri arasında yük daşımalarda rolu böyükdür. Deməli, yük daşımalarda deyirsə, deməli, Qərbi Avropa və Şimali Amerika ölkələri arasında, bəli, bu ölkələrin arasında yük daşımada rolu böyükdür. Dəmir yolunu biz götürə bilərik. Deməli, axıra kimi baxaq. Qərbi Avropa və Şimali Amerika ölkələri arasında, xeyr, bu dəniz olacaq. Deməli, hər iki, yəni regionun arasında ən sürətli və ən dinamik, bəli, çevik, dinamik, sürətli bu havadır. Demək, bunu götürdük. Hava şəraitindən asılılığı nisbətən azdır. Dəmir yolunu götürə bilərik. Bəli, düzdür. Hava şəraiti, məsələn, fırtınalı olsa dəniz işləməz və yaxud da hava nəqliyyatı işləməz. Belə. Deməli, 1-ə AC, 2-yə BD, 3-ə Y. Cavab Y variantına uyğun gəlir. Deməli, davam edək. 49. Okean səviyyəsində, dağın ətəyində, okean səviyyəsində bu 0 metr deməkdir və ya 760 millimetr civə sütunu deməkdir. Havanın temperaturu 20 Selsidir. 20 Selsidir. Burada deməli, yamaç boyu hərəkət edən səyyah A və B məntəqələrində havanın temperaturunu ölçdü. Deməli, baxaq. Buradadır, 0-dadır 760 millimetr civə sütunudur, 0 metrdir. Tamam. 20 Selsidir burada temperatur, 20 Selsidir. A-da deməli, nə deyir? A və B-də temperatur ölçdü. Bəli. 1500-də, 1-də 3000-də temperatur ölçübdür. 1500 fərq var. 20 Selsi, dağın ətəyində 0 metrdə 20 Selsidirsə, 1500-də fərq var. Yəni 1500 metr fərq var. Bu deməkdir ki, 1500 metri, bu fərq olan 1500 metri bölürük biz 1000-ə, vururuq 6-ya, 9 Selsi eləyir. 9 Selsi. Biz 20-dən 9 Selsi yuxarı elə bil qalxdığımızı görə 9 Selsi aşağı düşəcək. Hündürlüyə qalxdı, temperatur aşağı düşür. Edir burada 11 Selsi. Nə soruşur? B məntəqəsində havanın temperaturunu ölçdü. Deməli, bu da 3000-dir. 1500-dən 3000-ə yenə də 9 Selsidir. 11-dən də 9 Selsini biz çıxsaq, orada 2 Selsi qalacaq. 2 Selsi qalacaq. Deməli, 2 Selsi. Deməli, 11 Selsi və 2 Selsi. Nəyi soruşur bizdən? Bu məntəqələr temperaturunu düzgün göstərən qrafiki müəyyən edin. Yaxşı. Baxaq, burada da olmalıdır bir hissəsi bunun. Bəli. Deməli, A və B, A və B, baxaq. Burada 20 Selsidir, A düşür 11 Selsiyə, B düşür neçəyə? 2 Selsiyə. Bu A olmayacaq, B olmayacaq. 11 və 2 Selsi tələsməyək. 11 və 2 Selsi harada var? C variantında var. A 11-dir, B 2 Selsidir. 50-ci sual. Deməli, 50-ci sualda verilən xüsusiyyətlərin xəritə sıxımda rəqəmlərlə qeyd edilmiş hansı türk dövlətlərinə aid olduğunu müəyyən edin deyir bizə. Materik daxili ölkə olsa da çay və kanallarla dünya okeanına çıxa bilir. Materik daxili ölkə, misal üçün burada biz tutalım Qazaxıstanı götürə bilərik, Türkmənistanı götürə bilərik. Çünki Volqa çayı ilə çıxa bilər və yaxud da ki, belə deyək də, Ob çayı ilə ola bilər. Bəli, 1. Çünki 2-nin onsuz da dünya okeanına çıxışı var. 5 Özbəkistanın çıxışı yoxdur, 4 Qırğızstanın çıxışı yoxdur. 1 və 3-ü götürürük buna, birinciyə. 1 və 3 harda var? 1 və 3 C variantında var. 2-də çayları 2 okean hövzəsinə aiddir. Bəli, bu 2 okean, biri Atlantik okeanına, biri də ki, Hind okeanına aiddir. Deməli, əhalinin əsas hissəsi Uyğur qoluna daxildir. Uyğur Özbəkistandır. 5 düzdür, dağlıq relyef üstünü təşkil edir. Qırğızstanda üstünü təşkil edir, düzgündür. 51. Azərbaycanın xarici iqtisadi əlaqələrində mühüm rol oynayan su nəqliyyat yolları əla. Bakı, Bektaş, Bakı, Aktau, Bakı, Həştərxanı götürmək olar. Xarici deyirsə, Bakı, Astara olmayacaq. Bakı, Poti, Poti ümumiyyətlə Bakı, Subsa neft kəməri
neft kəmərinin getdiyi limandır, necə deyərlər. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin bu su nəqliyyatından söhbət gedir deyə 2, 3, 4 və 6-nı götürməliyik biz A variantı. Bakı Bektaş Türkmənistan, Bakı Aktav Qazaxıstan, Bakı Əştərxan Rusiya ilə. Növbəti 52. Şərti işarələr əsasən Azərbaycan faydalı qazıntı tədarüklarının müvafiq olaraq müəyyən edin. Polimetaldır, misdir və civədir. Deməli bu dəmiroğlu dəmir filizi, katex çay, polimetal düzdür. Bunu saxla. Nehrəmdə Duzdağ bu mis ola bilməz. Kastağ, polimetal, Qaradağ, Gədəbəydə mis, Narzanlı da civədir. C variantı doğrudur. Deməli, Qaysaqlı bentonit gili, Mazım çay, bu da polimetaldır, bunu saxla. Haman çay dəmirdir, olmaz. Deməli, qaldı nə? C variantı. 53 miqyası 5 milyon deyir, 5-0 gedir, 50 qalır burada. Xəritədə əsas çay və qollarının uzunluğu 4 sm, çay şəbəkəsinin sıxlığı 0,4 kvadrat kilometrdə kilometrdir. Toplayıcı özə sahəsini hesabla, lap yaxşı. 50-ni vurmalıyıq 4-ə biz. Deməli, 200 kilometr edir. Birinci miqyası, deməli, miqyas bərabərdir. Həqiqi məsafə böl xəritədəki məsafə. Xəritədəki məsafə 4-dür, miqyas kəmiyyəti 50, 4-ü vurduq 50-yə. Həqiqi məsafə elədir 200 kilometr. Bu düzgündür. Çay şəbəkəsinin sıxlığı 0,4-dürsə, sıxlığın düsturu, sıxlıq bərabərdir. Əsas çay və onun qollarının uzunluqlarının cəmini bölürük sahəyə. Deməli, sıxlıq 0,4-dürsə, əsas çay və onun qollarının uzunluqlarının cəmi 200-dür. 200 də biz bölməliyik 0,4-ə, 500 edəcək sahə, 500 kilometr kvadrat. Bu tapıldı. Bizdən nəyi soruşur? Elə sahəni soruşur. 500 kilometr kvadrat. Dünyanın kənd təsərrüfatı ilə bağlı doğru fikirlərini müəyyən edin. Çin, Polşa, Rusiyada kartofçuluq inkişaf etmişdir. Düzgün fikirdir bu. Ümumi torpaqları var. Polşa, Rusiyada qara torpaqlarda əsasən. Çində də var. Çinə düşür. Çinin şimal-şərqinə düşür qara torpaqlar. Qazaxıstan, Argentina, Fransa iri buğda ixracatçıları, xeyr, Fransa, Argentina, Qazaxıstan ixracatçılarıdır. Dəmir əkinçiliyinin inkişaf etdiyi bizdən doğru fikirləri soruşur. Ərazilərdə yağıntılar fəsillər üzrə bərabər paylanıla bilər. Ola bilər. Çünki Azərbaycanı da götürsək, misal üçün dağlıq ərazini götürsək, bizdə orta dağlıq ərazi dəmir əkinçiliyi var. Yağıntılar fəsillər üzrə qeyri-bərabər paylanıla bilər. Yayda yağmaz, qışda yağar. Ola bilər. 3 düzgündür. Buğdanın əkin sahələri çay plantasiyalarının nisbətən daha genişdir. Buğda əkin sahələri ümumiyyətlə ən geniş yayılmış əkin sahələri buğda əkin sahələridir qısaca. Çəltik də geniş yayılır, amma daha geniş yayılan buğdadır və çəltikdə 2 dəfə ildə məhsul götürmək olur deyə gəlib çatır buğda əkinlərinin sayına. Amma buğda ən geniş yayılmışıdır. Bu da doğrudur. Şəkər çuğunduru əsas istehsalçıları Braziliya səhvdir. Şəkər çuğunduru mülayim işıqlanma qurşağındadır. Şəkər qamışı ola bilərdi Kuba, Venezuela, Braziliya. Qaragül qoyunçulu mülayim dəniz iqlimi xeyir. Səhra yarımsəhra şəraitində əsasən, misal üçün 4 ölkədə əsasən olur, carda da olur. Carda olur, misal üçün ən çox Türkmənistanda, İranda, Özbəkistanda, Əfqanistanda bu kimi ölkələrdə qaragül qoyunçuluğu, Mərkəzi Asiyada, Cənub-Qərbi Asiyada bu kimi ölkələrdə isti quraq ərazilərdə olacaq. Dəniz ola bilməz. Deməli 1-dir, 3-dür, 4-dür. Növbəti 55. Doğru sıralar müəyyən edin. Candar göl yarımsəhra quru çöl verib bizə. 380 metr hündürlükdədir. Yerləşdiyi inzibata daş kəsən verib, bu səhv fikirdir. Biri çıxırıq, Batabat, yayı quraq keçən soyuq. Deməli, Batabat, belə deyək də, yayı quraq keçən soyuğa düşə bilər. Çünki Naxçıvanda dağ tundura 3200-dən yuxarıdadır. 3200-dən yuxarıda dağ tundura başlayır. Ona görə də Batabat 3200-dən aşağıdır. Bu doğru ola bilər. Şahbuzdadır, Günüt Qapıçıqa düşür, düzgün fikirdir. Maralgöl 1902-dir. Yarımsəhra quru çöl yazıb bura. Maralgöl 1902-də yarımsəhra quru çöl ola bilməz.
rütubətli yerdir. Azərbaycan yarımsərə Quruçöl Şabran rayonu Samur Dəvəçidədir. Doğru fikirdir. Acınoxur qışı quraq keçən mülayim Acınoxur Ceyrançıl Acınoxur yarımsərə və Quruçöldür. Qışı mülayim keçən yarımsərə və Quruçöldür. Bu ola bilməz. Həm də İsmayılı burada verib olmaz. Sarısu yarımsərə Quruçöl İmişli Küraraz. Sarısunu götürmək olar, bəli. Həm Sarısu Azərbaycanın böyük gölüdür. İmişdə yerləşir, Milgüzündə yerləşir, Küraraz ovalığında yerləşir. Doğru fikirdir. Deməli 2, 4, 6. Doğru fikirdir. 56-ya baxırıq. 56. Ümumi cəhət soruşur bizdən. Deməli, burada bunları silək ki, çaşdırmasın bizi. Modul tipli ES-lər fəaliyyət göstərir. Burada Naxçıvanı işarələyib bizim üçün. Lənkəran Astaranı işarələyib bizim üçün. İqtisadi rayonlardır. Ümumi xüsusiyyəti soruşur. Modul tipli ES-lər fəaliyyət göstərir. Bu var. Kiçik istilik elektrik stansiyaları fəaliyyət göstərə bilər. Tərkibdə olan inzibati rayonların sayı eynidir. Bu səhv fikirdir. Çünki 6 inzibati rayon Lənkəran Astaradırsa, 7 inzibati rayon əsasən Naxçıvana düşür. Deməli, Sədərək, Şərur, Kəngərli, Babək, sonra Şahbuz, Ordubad, Culfa. Culfa, Ordubad. Lənkəran Astarada isə Lənkəran Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad 6. 7 budur, 6 budur. Bəli. Bunu da bildik. Bu səhvdir, eyni ola bilməz. Naxçıvan isə burada şəhərdir. Bunu götürmürük. İnzibati rayon soruşur bizdən. Subab ab çəmənliklərinin yay otlağı kimi istifadə olunur. Subab ab çəmənliyi burada var. Ola bilər, amma Lənkəran Astarada yoxdur. Dağ sarı torpaqlı yağmışdır. Dağ sarı torpaq. Sarı torpaq ümumiyyətlə Lənkəran Astara zonasındadır. Bu da ümumi cəhət deyil. Paleogeoloji suxurlara rast gəlinir. Bəli, burada misal üçün Talış, Zəngəzur, Şahdağ, Şamaxı. Talış, Zəngəzur, Şahdağ, Şamaxı. Bu 4 ərazidə paleogen yaşlı suxurlara rast gəlinir. Doğru. Meyvəçilik üzrə ixtisaslaşıblar. Düzdür, sitrus meyvəçiliyidir bu. Bu da çərdəkli meyvəçilikdir. Ərik, şaftalı, gavalı. Burada da ki, feyxua, mandarin, limon götürmək olar. Meyvəçilik üzrə düzgündür. 1, 5, 6, 1, 5, 6. Növbəti doğruları soruşurdu bizdən, ümumiləri soruşurdu bizdən. Uyğunluğu müəyyən edin. Deməli, Yutlandiya, Madagaskar, Somali. Ərazisində materikin ucqa nöqtəsi yerləşir. Somalidə Rasxafın burnu yerləşir. Bu doğru fikirdir. Ərazisində inkişaf etmiş ölkə yerləşir. Yutlandiyadır, bu Danimarkadır. 2 işıqlanma qurşağında yerləşir Madagaskar, çünki cənub tropik xətti kəsir, cənub mülayim və tropik işıqlanma qurşağına düşür. Ərazisində mühüm gəmicilik kanalı keçir. Yutlandiyada Kil kanalı var, Almaniyaya məxsusdur, götürmək olar. Soyuq okean cəryanının təsirinə məruz qalır, Somalidir. Somali soyuq cəryanı eyni adlı. 1-ə BD, 2-ə C, 3-ə AY. Növbəti, deməli, baxırıq. Burada situasiyanı verib bizə. Oslo şəhərindən 60 şimali və 10 şərq uzunluğu paralel boyunca 2790 km hərəkət etdikdən sonra paralel boyunca gediblər, deməli, çatdılar A məntəqəsinə. Bu məntəqə yerli vaxtla London şəhərindən 4 saat irəlidədir. Aha. Deməli, belə götürək də, biz bunu çəkirik. Deməli, Oslo şəhərindən deyirsə əgər, 60 şimal enliyində biz bilirik ki, 55,8 kilometrdir. 1 dərəcəlik paralel qövsünün uzunluğu və 10 şərq uzunluğunu verib bizə. Oslo şəhəridir. 2790 kilometr ya paralel boyunca deyilsə, ya qərbə ya da şərqə doğru hərəkət edib bu. 2790-ı bölsək 55,8-ə 50 dərəcə edəcək bu. 50 dərəcə və deyir ki, çatdı A məntəqəsinə. Ya şərqdə, ya qərbdə. A məntəqəsi qədim dağ sistemi yerləşir və deyir, bu məntəqə yerli vaxtla London şəhərindən 4 saat irəlidir. Aha, belə çıxır ki, onda London şəhəri 0 dərəcədə yerləşir, ondan irəlidədir. 4 saat. 4 saatda vursaq 15-ə 60 eləyir.
60 dərəcə edir. Onsuz da 10 şərq uzunluğunun üzərinə biz 50 dərəcə gəlsəydik, hesabladığımız kimi 60 dərəcə şərq uzunluğu edəcəkdir. Tapdıq 60 şimal enliyi, 60 şərq uzunluğu. Çatıb A məntəqəsinə. Deməli, Oslodan şərqdə yerləşirmiş A məntəqəsi, burada yerləşirmiş. Yerli vaxt dedik, A məntəqəsi qədim dağ sistemində yerləşir. Ola bilər ki, misal üçün, Ural dağlarında yerləşsin. Çünki əgər Oslo düşürsə, əgər Skandinaviya dağları, o da qədimdir. 60 şərq uzunluğu təqribən düşür Ural dağlarına. 60 şimal enliyini özü verir bizə. Bu dağ sisteminin qərbində qədim platformaya aid olan X düzənliyi, Şərqi Avropa düzənliyi yerləşir onun qərbində. Şərqində isə cavan platformaya aid Y düzənliyi, yəni ki, Qərbi Sibir ovalığı cavan platformadır. Onu demək istəyir. X düzənliyindən axan ən uzun çay daxili axar Sövzəyə, Volqa çayıdır bu, Şərqi Avropa düzənliyindən axır. Valday yüksəkliyindən başlayır, tökülür, cənub istiqamətində gəl tökülür, Xəzər dənizi, daxili axar Sövzədir. Y düzənliyindən axan ən uzun çay isə Şimal Buzlu Okeanı hövzəsinə aid Ob çayıdır. Deməli, Şimal Buzlu Okeanı hövzəsinə aiddir, tökülür, misal üçün, Kara dənizinə. Davam edək. Deməli, bəli, bunları dedik. Nə soruşur bizdən? Aparılan tədqiqata aid olan xüsusiyyətləri müəyyən edib cədvələ yazın. Bayaq danışdıqlarım elə kifayətdir. Tədqiqatın başladığı və bitdiyi ölkələrin adını yazın. Oslo Norveçdən başlayır, bitdiyi ölkədə Rusiyadır. Hərəkət edilən paralelin 1 dərəcəlik qövsünün uzunluğunu tapdıq ki, 55,8-dir. Onu necə tapardıq bəs? Yəni biz onu 58,5, 55,8-i bilməsəydik, 60-dan çıxardıq onu. Deməli 4 saatı vurardıq 15-ə, edərdi 60 dərəcə, 0 üzərinə gəl 60 dərəcə, 60 da şərq uzunluğu, 60 ilə onun arasında 50 dərəcə fərq var. 2790-a bölərdik 50, tapardıq 55,8-i. Bu cür və bu paralelin keçdiyi materikləri müəyyən edib cədvələ yazın. 60 şimal enliyindən söhbət gedir. Şimali Amerika və Avrasiya materikindən söhbət gedir. Sonra 60-da X və Y düzənliklərin hər birindən axan ən uzun çayı, onların hər ikisində sayılan eyni təbii zonaları. X düzənliyi, deməli, Şərqi Avropa düzənliyi, Y düzənliyi isə Qərbi Sibir düzənliyidir. Bu düzənliklərə geniş rast gəlinən eksogen relyef forması eksoraziya, yəni moren təpələri, moren tirələrini götürmək olar. Və yaxud da eksogen relyef formalarını deyirsə, alüvyal mənşəli çöküntüləri götürmək olar. Və yaxud da deltanı götürmək olar. Çayın mənsəbini, çayın hövzəsində çayın mənsəbini götürsək. Terras götürə bilərik biz. Olar. Başqa nə soruşur? Hər ikisinin yayılan eyni təbii zonaları. Eyni təbii zona tayqa təbii zonası ola bilər, tundra təbii zonası ola bilər. Belə. Tayqa eyni yarpaqlı meşələr. Sonra nə deyir? Müəyyən edin, cədvələ yazın. Bu qədər. Əla. Eksogendəki eksoraziya, çünki buzlaq mənşəli relyef forması orada hökm olacaq. Başqa nə? Alüvyal düzənliklərdir. Çaylar çünki keçir o, çay çöküntüləri var. Mənsəb istəsə bizdən çayın mənsəbini yaza bilər, delta var. Terras da ola bilər çayda. Meandr ola bilər eksogen relyef forması. Meandr. Çünki düzənlik çaylarda meandr olmalıdır. Bu şəkilli dərə yaza bilərik biz. Düzən çaydır çünki. Bu qədər.